Gənclər salam, hər biriniz xoş gördük. Mən sizin Tədris Mərkəzinin məntiq müəllimi Leyla Məmmədli. Sizinlə bugün 6 aprel tarixində kursumuzda keçirilən sınaq imtahanlarının məntiq suallarının izahına baxarıq. Deməli, elə isə başlıq elədi birinci sualdan. Uyğunluq sualıdır, analogiya anaqqrama aid bir sual. Qırıntı, çörək və buna uyğun olaraq düzgün variant bizdən tələb olunur. Çörəyin qırıntısı varsa, vaxtında yonqarılır. Yəni, kiçik hissələrə bölünmə kimi də düşünə bilərik. Çörəyin kiçik hissələri qırıntılardır, taxtanın da kiçik hissələri yonqarlar əmələ gətirir. Keçək 52-ci suala. 52-ci sual mətn təhlili ilə bağlı bir məsələdir. Məsələdə qeyd olunub ki, şərtində Hind, Sakit Atlantik və Şimal Buzlu okeanlarının Arktik, sərt, isti, subtropik və tropik iqlimli Suens, Cənub, Zənzibar və Madeyra adalarının məşhur sakinlərindən olan Eli Hutchinson Jennings, Freddie Mercury, George Costa və Tika Vilka vokalist, plantator, bələdçi və futbolçu olmuşdular. Aşağıda yazılanlardan istifadə edərək tapşırığı yerinə yetirməliyik. Və cədvəlimiz artıq hazırdır. Cədvəldə ümumi olaraq insanların adlarını qeyd eləmişik. Hansı okeana aid olması, hansı iqlim, peşələrinin nə olması və hansı adda olmaları haqqında məlumatları artıq cümlələri oxuyaraq yaza bilərik. İlk şəbədə yazılıb ki, plantator Eli Hutchinson Jennings Suens adasında böyük kakos plantasiyasına malik idi. Deməli, biz artıq bu cümlədən Eli Hutchinson Jennings'in plantator olduğunu tapa bilirik. Və eyni ilə qarşısına yaza bilərik ki, plantator. Və digər tərəfdən yazılıb ki, bu Suens adasındadır. Adı olaraq da o zaman burada qeyd edək ki, Suens adasındadır. Hələ ki, iqlimimiz və okean barədə bir məlumat yoxdur. Ona görə keçirik növbəti cümləyə. Yazıb ki, ikinci cümlədə George Costa Atlantik okeanının subtropik iqlimə malik Madeyra adasındadır. O zaman burada artıq insan adının qarşısında okean olaraq yaza bilərik. Atlantik okean. Digər tərəfdən subtropik iqlim olduğu üçün həmçinin iqlimi də qeyd edə bilərik. Daha sonra adı olaraq da qeyd olunub ki, Madeyra adasındadır. Növbəti yazılıb ki, üçüncü cümlədə təcrübəli bələdçi Tika Vilka Şimal Buzlu okeanın Arktik sərt iqlimə malik adasındadır. O zaman biz də Tika Vilkanın adının qarşısına yazaq ki, Şimal Buzlu okean. Daha sonra bilirik ki, Arktik sərt iqlimə malikdir. Növbəti olaraq da peşəsi qeyd olunub ki, peşə olaraq bələdçidir. Və son cümlədə yazılıb ki, vokalist Hind okeanının adı cənub olmayan isti iqlimə malik adasındadır. Biz artıq baxırıq ki, peşələrdən plantatoru və bələdçini tapmışıq. Vokalist kimdirsə, o Hind okeanındadır. Deməli, biz heç vaxt deyə bilmərik ki, George Costa vokalistdir. Çünki vokalist artıq Hind okeanındadır. Atlantik okeanında ola bilməz. O zaman bir dənə burada adlardan Freddie Mercury'nin adı qalıb. Yəni, vokalist Freddie Mercury. Və okean olaraq da Hind okeanındadır. Sadəcə olaraq qeyd olunub ki, burada adı cənub olmayan isti iqlimə malik adasındadır. Deməli, artıq biz bilirik ki, adı olaraq cənub adasında deyil. Əgər Freddie Mercury cənub adasında deyilsə, o zaman cənub adasında bir dənə yeganə olaraq sonuncu Tika Vilka qalacaq və bura qeyd edildik cənub adası və qalan boşluqları artıq doldura bilərik. Bir də bizə iqlim olaraq da yazılıb ki, bu artıq isti iqlimə malikdir. O zaman baxaq boşluqları dolduraq. Məsələn, okean olaraq tapa bilərik ki, Eli Hutchinson Jennings artıq bilirik Hind okeanında deyil, Atlantikdə deyil və Şimal Buzlu okeanında deyil. O zaman burada yeganə olaraq qalacaq Sakit okeandadır. Digər tərəfdən iqlim olaraq biz bilirik ki, artıq Jennings isti, subtropik və arktik iqlimdə ola bilməz. O zaman bunları da üzərinə qeyd eləsək, taparıq ki, tropik iqlimdədir. Daha sonra biz peşələrdə plantatoru, vokalisti və bələdçisini tapmışıq. Burada artıq yalnızca futbolçu peşəsi qalır. Və son olaraq adalara da baxsaq, Suens adası
Zənzibar adası və Madeyra adası tapılıb, yerdə qalıb. Bir dənə Zənzibar adası. Cədvəlimizi tam qurduğumuza görə biz artıq cədvələ əsasən bilirik ki, plantator Suins adasındadır. Daha sonra vokalist Zənzibar adasındadır. Futbolçu Madeyra adasındadır, bələdçi Zənzibar adasındadır. Və buna uyğun olaraq da düzgün şəkildə ardıcıllığı qurmalıyıq. Yəni ABC-də ardıcılıq sualın şərtinə əsasən qura bilərik. Növbəti keçək 53-cü suala. 53-cü sualda yazıb ki, qanunauyğunluğu müəyyən edin və sual işarəsinin yerinə doğru variantı tapın. 9 və 8-dən 13 almalıyıq. 7 və 4-dən 9 almalıyıq. 9 və 8-dən 13 almaq üçün 9-un üzərinə 8-in yarısını gələrik. Sonda cavab alaraq 13. 7 və 4-dən 9 almaq üçün 7-nin üzərinə 4-ün yarısını gəlirik. Cavab alaraq 9. 4 və 6-dan da sual işarəsini almaq üçün həmçinin 4-ün üzərinə 6-nın yarısını gəlirik. Cavab alırıq ki, 7-yə bərabərdir. Daha sonra baxaq 54-cü suala. Cədvəllərə aid olan bir sualdır. Yazılıb cədvəlin məlumat hissəsində B və B-nin cəmi 6C-yə bərabərdir. O zaman elə burada birbaşa qeyd edirik. 2B bərabərdir 6C. Və nəticə olaraq hər tərəfi 2 yerə bölə bilərik. Alarıq ki, B bərabərdir 3C. Daha sonra B və C-nin cəmi 2A-ya bərabərdir. B və C-nin cəmi 2A-ya bərabərdirsə, biz artıq müəyyən əvəzləmədən istifadə edə bilərik. B-nin 3C-yə bərabər olduğunu bilirik. B-ni o zaman burada 3C kimi yazsaq, 3C-nin üzərinə C-ni gələndə nəticə olaraq alırıq 2A. 4C 2A-ya bərabərdirsə, o zaman C-nin qiyməti bərabər olacaq. Daha doğrusu, hər tərəfi 2 yerə bölsək, 2C-nin qiyməti bərabər olacaq A-ya. Diqqətlə baxsaq, biz artıq B-nin də C-nin ifadəsini tapmışıq. A-nın da C-nin ifadəsini tapmışıq. O zaman yenə 3-cü B əvəzləmədən istifadə edib ifadəmizi tapa bilərik. Biz A plus B-nin cəminin C-yə bölünməsini axtarırıq. A-nın yerinə 2C-ni qeyd edə bilərik. B-nin də yerinə 3C-ni qeyd edə bilərik. Alınan cavabı sonda C-nin qiymətini bölürük. 2C və 3C-nin cəmi bizə verirsə 5C. 5C-ni C-yə böldüyümüz zaman cavabımızda qalacaq ki, 5-ə bərabərdir. Yəni, düzgün cavabımız olacaq A variantı. 55-ci sual şəkillərlə bağlı olan qanunauyğunluq sualıdır və burada müəyyən ardıcılığı gözləməliyik. Ardıcılıqda yazılıb ki, məsələn, birincisində birinci şəkil ən sonuncu sıraya keçib, amma əks tərəfə çevrilir. O zaman biz də öz birinci şəklimizi ən sonuncu sıraya keçirməliyik. Amma əks şəkildə, məsələn, oxun aşağı hissəyə baxırsa, biz artıq oxu yuxarı hissəyə çəkməliyik. Və yaxud rombu yuxarı hissədədirsə, biz də rombu aşağı hissəyə çəkərik. Növbəti olaraq baxırıq ki, buna uyğun olmayan variant, məsələn, D variantıdır. Variantı çıxa bilərik. Daha sonra, məsələn, ikinci şəklə baxırıq. İkinci şəkildə ox işarəsi elə öz yerində qalıb, amma işarə özünün əksinə dəyişilir. O zaman biz də öz ikinci şəklimizi elə öz yerində, yəni ikinci sırada saxlayarıq, amma işarə özünün əksinə dəyişməlidir. Yəni, aşağıya doğru olmalıdır. Buna uyğun olaraq C variantını çıxarıq, çünki C variantı uyğun deyil. A, B, Y variantları düzgün cavab ola bilir. Gəlirik növbəti üçüncü şəklə. Üçüncü şəklimiz birinci sıraya gəlib, amma yenə də diqqətlə baxsaq, əks istiqamətə çevrilir. Bizim də üçüncü şəklimiz birinci sıraya gəlməlidir, amma özünün əksinə çevrilməlidir. Buna uyğun olaraq da yenə variantlara baxsaq, B variantını ata bilərik. Qalırıq A və Y variantının arasında. Və sonuncu şəklimiz üçüncü hissəyə gəlib və özünün əks istiqamətini çevrilir. Biz də sonuncu şəklimizi üçüncü hissəyə çəkərik. Özünün əks istiqamətində çəksək, Y variantında çıxarıb düzgün cavab olacaq yalnız A variantı. 56-cı sualda yazılıb məthiyə tərif. Burada da düzgün cavabımız olacaq komediya gülüş. Yəni məthiyə nəticəsi tərifdir, komediya nəticəsi gülüş. 57-ci sual artıq aşkar operatorlara aid müəyyən əvəzləmə sualda. Aşkar operatorlarda biz bilirik ki, A-nın qiyməti 5-ə bərabərdir, B-nin qiyməti B-yə bərabərdir. O zaman uyğun olaraq yazırıq 5-in kvadratı çıxılsın 2B kvadrat çıxılsın 1. Bərabərdir, ifadənin sonunda 6 yazıbsa, biz ifadəmizi 6-ya bərabər edirik.
Bu təlikdən alırıq ki, 24 çıxılsın 2b kvadrat bərabər olacaq 6-ya. 18 bərabərdir 2b kvadrata. B-nin də qiyməti bərabər olacaq 3-ə. Yəni düzgün cavab variantımız olacaq artıq B variantı. 58-ci sualda isə 1458-dən 19 almalıyıq. 1458-dən 19 almaq üçün rəqəmlərin sadəcə olaraq cəminə baxsaq 1, 4, 5, 8. Bu ədədlərin cəmi bizə verəcək 18. Üzərinə özümüzdən əlavə 1 gəlsək, cavabı alıb 19-a bərabərdir. 4, 2, 7, 9. Bunların cəmi bizə verəcək 22. Üzərinə əlavə olaraq özümüzdən 1 gəlsək, düzgün cavab olacaq Y variantı. 59 nömrəli sualdan davam edir. Sualın şərtində qeyd olunub ki, bir qoyun 7 hindquşu ilə, bir hindquşu 4 toyuqla, bir toyuq 3 beçə ilə dəyişdirilir. Buna görə 96 beçə neçə hindquşla dəyişdirilir? Uyğun olaraq yazaq ki, bir qoyun bərabərdir 7 hindquşu. Digər tərəfdən bir hindquşu bərabərdir 4 toyuq və bir toyuq bərabərdir 3 beçə. 96 beçə neçə hindquşuna dəyişdirilir deyə soruşulursa, biz bilirik ki, bir toyuq 3 beçə ilə dəyişdirilir. Gəlin tapaq görək 96 beçə neçə toyuqla dəyişdirilir. Və buradan yazaq x sayda toyuqlar və x-in qiymətini tapmaq üçün tənasıb qaydasında bilirik ki, çarpaz şəkildə hasilləri tapmalıyıq. Yəni 3x bərabərdir 96 ilə 1-in hasilinə. Deməli, x-in qiyməti də bərabər olacaq 32. Yəni, bir toyuq 3 beçə ilə dəyişdirilirsə, 32 toyuq 96 beçə ilə dəyişdirilir. Amma bizdən 96 beçənin neçə hindquşuna dəyişdirilməsi tələb olunur. Daha sonra bilirik ki, bir hindquşu 4 toyuğa dəyişdirilir. Və 96 beçə 32 toyuğa dəyişdirilirsə, gəlin baxaq 32 toyuq neçə hindquşuna dəyişdirilir. Və buradan x-in qiymətini tapmaq üçün yenə çarpar şəkildə vurarıq. 32, daha doğrusu x-in qiyməti 4x bərabərdir 32, x-in də qiymətini taparıq ki, 8-ə bərabərdir. Yəni, bir hindquşu 4 toyuğa dəyişdirilirsə, 8 hindquşu 32 toyuğa dəyişdiriləcək və 32 toyuq da 96 beçəyə dəyişdiriləcək. Buradan da daha aydın olsun deyə belə qeyd edə bilərik ki, 8 hindquşu bərabərdir 32 toyuq və 32 toyuq bərabərdir 96 beçə. Deməli, düzgün cavabımız bərabər olacaq Y variantı. 60-cı sualda yazılıb ki, aşağıda verilmiş anaqramlardan hansı birinci sözün sonu, ikinci sözün əvvəlidir? Deməli, buradan variantlarla düzgün olaraq hecanı qurmalıyıq. Və burada yaranan heca birinci sözün sonu, ikinci sözün əvvəli olmalıdır. Və burada düzgün variant Y variantıdır. Sözümüz alınır nəzakət və çatan sözləri. Daha sonra 61-ci sualda yazılıb Aynur və Ayxanın yaşlarının cəmi 37, Ayxan və Sabirin yaşlarının cəmi 48, Aynur və Sabirin yaşlarının cəmi 27 olarsa, Sabirin neçə yaşı var? Gəlin yaşları burada qeyd edək özümüz üçün. Aynurun yaşını qeyd edək X, Ayxanın yaşını qeyd edək Y, Sabirin yaşını qeyd edək Z. Aynurla Ayxanın yaşlarının cəmi, yəni X plus Y bərabər olacaq 37-yə. Ayxan və Sabirin yaşlarının cəmi Y üstəgəl Z bərabərdir 48-ə. Aynurla Sabirin yaşlarının cəmi X üstəgəl Z bərabərdir 27 olacaq. Və buradan biz artıq Sabirin yaşı, yəni Z-in qiymətini tapmaq üçün tərəf-tərəfə toplasaq bütün cədvəli alarıq. Birbaşa olaraq yazsaq 2x, 2y, 2z bərabərdir 37, 48, ya 27-nin cəmi, yəni 112. Və hər tərəfi 2-yə bölsək alarıq x, y üstəgəl z bərabər olacaq. 112 bölünsün 2, yəni 56-ya. Və daha sonra əvəzləyə bilərik. X-lə y-in cəminin 37 olduğunu bilirik. 37-ni buraya yazsaq, 37 üstəgəl z bərabərdir 56. Z-in də qiyməti bərabərdir 56 çıxılsın 37, yəni 19. Tapdığımız Z-in qiyməti ilə Sabirin yaşıdır. Düzgün cavabımız olacaq D variantı, yəni 19.
62-ci sualda artıq tərəzi ilə bağlı olan bir sualdır və biz 1-dən 9-a qədər verilən ədədləri tərəzilərə düzgün şəkildə yerləşdirməliyik. 1-dən 9-a qədər ilk növbədə ədədlərimizi özümüz üçün burada düzək. Artıq ədədləri tapdıqca üzərindən silə bilərik. Baxırıq ki, bizim tarazlıqda olan bir fiqurumuz var və burada artıq, məsələn, 2 boz kvadratın cəminin 1 ağ 3 uzağa bərabər olduğunu bilirik. Və digər tərəfdən bilirik ki, 3 fiqurun cəmi bir fiqurdan daha yüngüldür. O zaman 3 fiqurun yerinə biz əlimizdə ola biləcək minimal qiymətləri yazmalıyıq. Məsələn, 1, 2, 3. Amma hansı fiqurun 1, hansı fiqurun 2, hansının 3 olduğunu tam dəqiq bilmirik. Şərti olaraq bu şəkildə yaza bilərik. 1, 2, 3-ün cəmi bərabərdir 6-ya. Biz görürük ki, tərəzimiz tarazlıqda deyil. Deməli, boz dairənin qiyməti 6-dan daha yüksək bir şey olmalıdır. Ya 7, ya 8, ya 9 qiyməti ola bilər. Və digər yandan baxırıq ki, biz boz dairənin yerinə 7-dən başqa bir qiymət yaza bilmərik. Çünki boz dairə ilə hər hansı bir qiymətin cəmi qara 3 uzaqdan daha yüngüldür. O zaman biz elə boz dairəyə 7 qiymətini verək. Boz 3 bucağa 1 qiymətini verək. Bunların cəmi olsun 8. 8-dən daha ağır fiqurumuz 9-dur. Daha sonra gəlirik aşağı. Boz kvadratların qiyməti baxırıq ki, neçə ola bilər. Biz ən birinci istifadə edildiyimiz qiymətlərin üzərindən vuraq. 1, 2, 3, 7 və 9-u tapmışıq. Yerdə qalıb 4, 5, 6, 8. Və baxırıq ki, boz kvadratların qiyməti yalnızca 4 ola bilər. Ağ 3 uzağın qiyməti də yalnızca 8 ola bilər. Yerdə qaldı 5, 6. Bu qiymətləri elə yerləşdirməliyik ki, uyğunluq əmələ gəlsin. Ağ dairənin qiymətini bayaqlar dedik ki, şərti bir qiymətidir. Ya 2 idi, ya 3 idi, ya 1 idi. Artıq bilirik ki, 1 boz 3 uzağa aiddir. Deməli, ağ dairənin qiyməti ya 2 olmalıdır, ya 3 olmalıdır. Baxırıq bizim tərəzimizdə ağır tərəf ağ dairənin olduğu tərəfdir. Ona görə böyük qiyməti elə ağ dairəyə veririk. Yəni, ağ dairənin qiyməti 3 olsun, kvadratın qiyməti isə 2 olsun. Digər tərəfdən bizim əlimizdə istifadə olmayan 5 və 6 daşları qalmışdı. Onun da ağır olanı, yəni 6-nı yazaq qara kvadrata, 5-i də yazaq daha yüngül olan dairəyə. Həqiqətən də baxırıq ki, tərəzinin sağ tərəfinin cəmi 9-dur, sol tərəfinin cəmi 7-dir. Həqiqətən də tarazlıq ödəyir. Və bunları nəzərə alaraq, gəlib düzgün qiymətləri yazaq. Bu 5-ə bərabərdir, bu 6-ya bərabərdir, bu 3-ə, bu 2-yə bərabərdir. Və buradan ardıcıl olaraq artma ardıcılığı ilə fiqurları düzdüyümüz zaman düzgün cavabımız olacaq C variantı. 63-cü sualda inteqrasiya bərpa edilmə deməkdir, veto qadağan etmə deməkdir. 64-cü sualda 7, 5. Cəm olaraq bizə verir 12. 12-dən 3 çıxdığımız zaman ortadakı 9 alırıq. Düzgün cavabı tapmaq üçün də 4, üstəgəl 12 alırıq 16. 16-dan sağlı olan 7-dən çıxanda düzgün cavab alaraq 9-a bərabərdir. 65-ci sualda həmçinin cədvəllərə aid bir sualdır. Artıq qara xətt verilibsə biz cədvələ sütun üzrə baxmalıyıq. 4, 3, 4-dən sonuncu 3 alırıq. 4-ü 3-ə vururuq, alırıq 12. 12-ni 4-ə böldüyümüz zaman düzgün cavabı alırıq 3. Və bu sualı tətbiq eləsək, 6-nı 12-yə vuranda alırıq 72. 72-ni 36-ya böldüyümüz zaman düzgün cavabı alırıq 2-yə bərabərdir. 66-cı sual qeyd olunub ki, Rəşadın pulu Turalınkindən 8 manat çox etdi. Deməli, biz burada yerinə qiymət qoya bilərik və yaxud x, y vəzləməsi aparada bilərik. Rəşadın pulu Turalınkindən 8 manat çoxdur. O zaman Turalın x sayda pulu var, Rəşadın x pulu 8 sayda pulu var. Sonra qeyd olunub ki, Rəşad Turala 6 manat verdi. Baxın, Rəşad Turala 6 manat verirsə, o zaman Rəşadın pulu 6 manat azalır. Əksinə, Turalın pulu 6 manat artır və nəticə olaraq Rəşadın pulu olacaq x çıxılsın, x üstəgəl 8 çıxılsın 6. Yəni, x plus 2. Həmçinin Turalın da pulu olacaq x üstəgəl 6. İndi yazılıb ki, kimdə digərindən neçə manat çox oldu? Rəşadın pulu x plus 2-dir, Turalın pulu x plus 6-dır. Deməli, Turalın pulu daha çoxdur və neçə manat daha çoxdur? Aralarında 4 manat fərq var.
Ona görə də düzgün cavabımız olacaq C variantı. Sınav 67-70 sayılı suallara. Sual şəklində yazılır ki, cədvəldə verilənlərdən istifadə edərək hərflərə uyğun ədədləri tapın və verilmiş sözləri hərflərin ardıcılığı nəzərə alınmaqla həmin ədədlərlə ifadə edin. Bu nə deməkdir? Deməli, bizə müəyyən ədədlər verilib, hansı ki, cəmləri 73-dür, özləri bir rəqəmli ədədlərdir və müəyyən şərtləri ödəməlidirlər. Məsələn, şərtlərdə yazılıb ki, aralarında 9 olmayanlar müəyyən hərflərdir. Gəlin o zaman biz də qeyd edək. Ən birinci bizə tapmaq tələb olunur ki, 9 olmayan. Biz əlavə olaraq burada 9 olanları tapa bilərik. Məsələn, 9 olmayanları tapsaq, bilirik ki, yazılıb burada. A, C, Y, C, X, I, K, L, N, O, T və Y. 9 olmayanlar bunlardır. Deməli, yerdə qalan P və S 9 ola bilər. O zaman yerdə qalanları yazarkən 9 ola bilənlər P və S-dir. P və S-ə 9 ola bilənlərə bu səfər plus qoyaq. Digərləri zaten bilirik ki, 9 ola bilməz. Onlara minus işarəsi qoyulur. Daha sonra qeyd olunub ki, aralarında bir olmayanlar. Bunu qeyd edək ki, bir olmayanlar qeyd olunub ki, baxın, bu hissədə yazılıb. A, C, Y, F, I, K, L, N, O, P, Y, S və P. Baxın, bunlar bir olmayanlardır. O zaman yerdə bir olan təkcə qalacaq ki, o zaman biz burada özümüz üçün bir olanı da qeyd edək ki, sonda cavabı tapmaq bizim üçün daha rahat olsun. Deməli, tapdıq ki, bir olan C-dir. Yerdə qalan heç bir artıq bir ola bilməz. Hər birinə minus işarəsi qoyuruq. Digər tərəfdən, üçüncü şərtdə yazılıb ki, bərabəri olan. Bu nə deməkdir? Yəni, hər iki ədəddən eyni ola bilər. Məsələn, A-nın və C-nin qiymətləri eyni ola bilər. Və yaxud N-in və O-nun qiymətləri eyni ola bilər. Yəni, bir-birinə bərabəri olanlar bunlardır. Yerdə qalanların artıq təkrarı yoxdur. Yəni, onlar elə bir qiymət almalıdırlar ki, aldıqları qiymət təkrarlanmasın. Daha sonra yazılıb 3-ə qalıqsız bölünənlər. Yazaq o zaman özümüz üçün. 3-ə bölünən, qalıqsız bölünənləri tapsaq, 3-ə bölünməyənləri də tapa bilərik. Onda buraya yazaq 3-ə bölünməyən. Onları da qeyd edək. 3-ə qalıqsız bölünənlər hansı olacaq? Olacaq Y, X, N, P, S və P. Bu ədədlər 3-ə bölünürsə, o zaman yerdə qalanlar 3-ə bölünməyəcək. Yəni 3-ə qalıqla bölünəcəklər. O zaman digər rəqəmdə 3-ə qalıqsız bölünənləri də tapaq. Növbəti olaraq cüt olanlar. Biz cüt olanları tapsaq, avtomatik təkləri də tapa bilərik. Yazaq onu da burada özümüz üçün. Əgər bunlar cütdürsə, deməli yerdə qalanlar təklərdir. Biz cütləri burada ayrılıq özümüz üçün plusladıq. Gəlin təkləri də pluslayaq. Cüt olmayanlar avtomatik təklər olacaq. Daha sonra yazılıb natural ədədin kvadratı olanlar. Hansı ədədin kvadratı olsun və kvadratı olmayanları da özümüz üçün qeyd edək. Baxın, əslində olmayanları qeyd eləmək şərt deyil. Sadəcə olaraq biz artıq daha tez tapmaq üçün, daha rahat şəkildə tapmaq üçün onları özümüz üçün qeyd eləməliyik. Deməli, kvadrat olanları yazdırıq. Buradan baxarıq ki,
kvadrat olanlar olmalıdır. Yerdə qalanlar kvadrat olmayanlar olacaq. Tərəfdən sonuncu olaraq baxırıq ki, 5-dən böyük olanlar. Burada qeyd edək, 5-dən böyük. 5-dən böyük olanların içərisində x, y, daha sonra n, t, y, s və p. Yerdə qalanlar 5 və 5-dən kiçik ədədlərdir. Cədvəli tanımladığımıza görə artıq ədədləri tapa bilərik. Sonuncu hissədə də yazaq ədəd. Deməli biz bir rəqəmli, yəni 1-dən 9-a qədər elə ədədlər tapmalıyıq ki, cəmləri 73 olsun və bunlar bizim axtardığımız şərtləri ödəsin. Gələk sonuncu addımımıza, yəni ədədlərimizin tapılmasına. Deməli, burada baxırıq ki, məsələn, başlayaq elə A-nın özündən. A elə bir ədəd olmalıdır ki, 9 deyil, 1 deyil, 3-ə bölünmür, ədədimiz cütdür və 5-dən böyük deyil. Biz də fikirləşirik ki, ədədimiz cüt olsun, amma 5-dən böyük olmasın. Bu ədədlər hansılardır? 2 və 4-dür. Amma digər şərtlərə də baxsaq, ədəd hansısa ədədin kvadratı olmamalıdır. Əgər kvadrat olsaydı, biz burada plus işarəsi çəkərdik. Ona görə deməli ədədimiz 4 deyil, ədədimiz olacaq 2. Baxın, bütün şərtləri ödəyir. Ədədimiz 9 deyil, 1 deyil. Ədədin bərabəri ola bilər. Onu artıq digər hərfləri tapanda baxarıq. 3-ə bölünmür. Ədədimiz cütdür və hansı ədədin kvadratı deyil, 5-dən də kiçikdir. A-nı tapdıq. Daha sonra baxaq C-yə. Diqqətlə baxsanız, əgər A-nın bütün şərtləri C-ilə eynidir. Yəni, plus işarələri C-ilə eynidir. Deməli elə C-nin də qiyməti 2-dir. Artıq bərabəri olan şərtini ödəyir. Yəni, A ilə C-nin qiymətləri bir-birinə bərabərdir. Gəlirik Y hərfinin tapılmasına. Y hərfi də 9 deyil, 1 də deyil, 3-ə bölünür. Fikirləşirik avtomatik 3-ə bölünən ədədləri. Bilirik ki, 3, 6, 9-dur. Yazdıq ki, ədədimiz 9 deyil. Və daha sonra baxırıq ki, ədədimiz cüt də deyil. Cüt deyilsə, deməli 6 ola bilməz, yerdə birdən qalacaq 3. Deməli, bizim axtardığımız ədəd 3 imiş. Gəlirik C-nin tapılmasına. C-ni artıq bir adımda tapa bilərik. Ədədimiz 1-dir. Sadəcə olaraq bizim, diqqətlə bu sütuna baxsaq, sadəcə olaraq 1 olan ədədlərimizdən birinə C-yə plus işarəsi qoymuşuq. Elə digər şərtləri yoxlasaq da, yoxlamasaq da ədədin C olduğunu avtomatik görürük. Daha sonra baxaq X-ə. Ədəd 9 deyil, 1 də deyil. Ədədin burada hərflərin içərisində bərabəri var. 3-ə bölünür. 3-ə bölünürsə, o zaman baxaq 3-ə bölünən ədədlərimizi yenə yazıram. 3, 6, 9. Ədəd 9 deyilsə, üzərinə xətt çəkirəm. Digər tərəfdən yazılıb ədəd cüt olmalıdır. Cüt olmalıdırsa, o zaman ədədimiz olacaq 6. İ-nin tapılmasına baxaq. Həmçinin İ də 9 deyil, 1 də deyil. Ədədimiz 3-ə bölünmür, cütdür. Cüt ədədlərə baxağında bilirik ki, 2, 4, 6, 8. Ədədimiz 3-ə bölünmürsə, deməli 6 ola bilməz. Digər tərəfdən ədədimiz hansısa bir ədədin kvadratı deyil. Hansısa bir ədədin kvadratı deyilsə, o zaman 4 də ola bilməz. Ədədimiz 5-dən böyükdür. Ədəd 5-dən böyüksə, deməli ədədimiz olacaq 8. Daha sonra baxaq K-ya. Həmçinin K-da 9 da deyil, 1 də deyil. Ədədin burada bərabəri var. Ədəd 3-ə bölünmür, cüt ədəddir. Daha doğrusu cüt ədəd deyil, tək ədəddir. Hansı ədədin kvadratı deyil, 5-dən də kiçikdir. Yəni o zaman bax, ədədimiz tək ədəd olsun. Məsələn, tək ədədlər 1, 3, 5, 7, 9. Bir-iki ədəd 9 deyil. Ədəd 1 də deyil. Daha sonra yazılıb ki, ədəd 3-ə bölünməyən ədəd olsun. O zaman 3 də ola bilməz. Ədəd 5-dən böyük olmamalıdır. 5-dən böyük olmamalıdırsa, 7 də ola bilməz. Deməli, K-nın qiyməti bərabər olacaq 5-ə. Sonra baxırıq L-in qiymətinə. Baxırıq ki, L də 9 da deyil, 1 də deyil. Digər tərəfdən baxırıq, L 3-ə bölünmür,
cüt ədəddir. Hansısa bir ədədin kvadratıdır. 5-dən də böyük deyil. Baxaq cüt ədəddirsə, o zaman olacaq 2, 4, 6, 8. 5-dən böyük deyilsə, yerdə qalır 2 ilə 4. Və burada yazılıb ki, ədəd hansı ədədin kvadratı olsun. O zaman ədədimiz bərabər olacaq 4-ə. Gəlirik n-in tapılmasına. N də 9 deyil, 1 də deyil. Daha sonra 3-ə bölünən ədəddir. Cüt ədəddir. 3-ə bölünən cüt ədəd biz bilirik ki, ədədlərimizin içərisində yalnızca 6-dır. Elə bunu birbaşa olaraq yazırıq. Daha sonra o hərfinin tapılması. Ədəd yenə 9 da deyil, 1 də deyil. Daha sonra ədəd 3-ə bölünməyən ədəddir. Cüt ədəd deyil, tək ədəddir. Hansı ədədin kvadratı deyil, 5-dən də böyük deyil. Baxırıq ki, bizim 5-dən böyük olmayan ədədlərimiz bunlardır. 1, 3, 5. Ədədimiz 3-ə bölünmürsə, bu siyahıdan çıxararıq. Bir də baxırıq ki, ədədimiz 1 də deyil, ola bilməz. O zaman 1 də çıxarırıq. Yerdə bir dənə qalacaq 5. Sonra baxırıq P-nin tapılmasına. Yazılıb ki, P 9 ola bilər. Daha sonra 1 deyil, 3-ə bölünür, təkdir, 5-dən böyükdür. Elə ədədimiz 9-dur. Həmçinin eyni şərtlər S-cində ödəyir deyə S-də elə birbaşa olaraq 9 yaza bilərik. Daha onu da başdan yoxlamağa ehtiyac yoxdur. Qaldıq T-nin və Y-nin tapılmasına. T-nin şərtlərində qeyd olunur ki, ədədimiz 9 deyil. Ədədimiz 1 də deyil. Ədədimiz 3-ə bölünür. Baxın, 9 deyil, amma 3-ə bölünür. Yazırıq bura. O zaman 3 və 6. Ədədimiz cüt ədəddir. Deməli, T-nin qiyməti bərabər olacaq 6-ya. Digər tərəfdən qaldı Y-nin tapılması. Baxırıq ki, yazılıb Y 9 deyil, 1 də deyil, 3-ə bölünmür, tək ədəddir və 5-dən böyükdür. 5-dən böyük, 3-ə bölünməyən tək ədədimiz 7-dir. Deməli, Y-nin də qiymətini tapırıq ki, 7-dir. Və sonda tapdığımız rəqəmlərin düzgünlüyünü yoxlamaq üçün burada yazdığımız ədədlərin hamısının cəmini tapa bilərik. Cəmləri 73 olmalıdır. Çünki bizim şərtimizdə yazıb ki, bir rəqəmli ədədlərin cəmi 73 olsun. Və hesablayanda həqiqətən görürük ki, hərflər olacaq 73. Daha sonra bizdən sırayla sualın şərtlərini istəyir. Məsələn, politologiya sözündəki hərflərə uyğun olan rəqəmlərin cəmini istəyir. Biz bilirik ki, P hərfinin qiymətini ifadə eləmişik 9-la. O hərfinin qiymətini ifadə eləmişik 5-lə. L hərfinin qiymətini ifadə eləmişik 4-lə. I hərfinin qiymətini ifadə eləmişik 8-lə. T hərfi 6, O hərfi 5, L hərfi 4, yenidən O hərfi 5, C hərfi 1, I hərfi 8, Y hərfi 7, A hərfi 2. Bu rəqəmləri toplayanda bunların cəmi bizə verəcək 64. Yəni, bu sualın cavabı D variantıdır. Məsələn, 68-ci sualda yazılmışdı ki, xokkey sözünün hərflərin qarşılığı hansı variantda uyğun olaraq düzgün verilib, bunu tapın. Biz X hərfinin 6 olduğunu bilirik. O hərfi 5-dir, Q hərfi 5-dir, yenidən Q hərfini yazırıq 5, E hərfi 3-dür, Y hərfi 7-dir. Xokkey sözünün qarşılığı burada olan hərflərdir. Növbəti olaraq baxaq 71-ci suala. Sualda yazılıb ki, verilən qanun uyğunluğuna əsasən ardıcılığı tamamlayın. 17-ni isə vurduğumuz zaman alırıq 51. 51-in rəqəmlərinin cəmi bizə verir 6. 6-nı 3-ə vuruq, alırıq 18. 18-in rəqəmlərinin cəmi bizə verəcək 9. 9-u 3-ə vuruq, alırıq 27. 27-in rəqəmlərinin cəmi bizə verəcək 9. Yəni, düzgün cavab olacaq Y variantı. 72-ci sual fəza fiqurları ilə bağlı olan bir sualdır. Və burada biz artıq diqqətlə baxmalıyıq. Nəyə? Bizə bir kub verilib və həmin kuba uyğun olaraq düzgün sıraladılma hissəsi hansıdırsa onu seçməliyik. Məsələn, ipucu olaraq özümüz üçün baxa bilərik ki, verilən X işarəsi və dairə bir-birinə uzaqdır. Yəni, aralarında ən azı belə bir məsafə var. Amma ən birinci şəkildə onlar bir-birinə çox yaxındır. Ona görə bir düzgün variant olaraq götürülə bilməz. Birin olduğu variantları çıxsaq, həmçinin eyni dediyimiz qayda 5-ə də aiddir. Biz baxırıq ki, X ilə nöqtə bir-birinə
aralı hissələrdə yerləşirlər. Yəni bir-birindən məsafələri daha çoxdur. Amma 5-də bunların arasındakı məsafə daha azdır. Ona görə 5 də düzgün olaraq götürə bilmərik. A variantını və Y variantını çıxarıb 7 bilən düzgün cavab üçün qalacaq elə D variantı. Yəni variantlarla işləsək bizim daha az vaxtımızı aparar və birbaşa olaraq düzgün cavab tapa bilərik. 73-cü sualda artıq baxırıq ki, burada şəkil analizine uyğun olaraq verilən sualda yenə şəkilləri nömrələməliyik. 1, 2 və 3. Və üçüncü şəklin üzərində birinci və ikinci figurda olan, üçüncü şəklin üzərində olmayan nələr varsa, onları əlavə olaraq çəkməliyik. Məsələn, birinci şəkildə aşağıya doğru belə bir hissələr var. Biz o zaman həmin hissələri özümüz üçün şəkildə qeyd edək. Digər tərəfdən yuxarıdan belə bir xətt var. Həmçinin bu xətti də qeyd edəsək və baxırıq ki, birinci şəkillə bağlı hər şey qurtardı. Keçirik ikinci şəklə. İkinci şəkildə olan bizim üçüncü şəklimizdə olmayan hisslər buradan düz xəttdir. Onu çəkirik və digər tərəfdən aşağıya doğru düz xətt var, onu çəkirik. Həmçinin orta hissələrdə düz xətt var, onu da çəkirik. Və bizim çəkdiyimiz hissəyə uyğun düzgün variantı olacaq birbaşa olaraq A variantı. 74-77 sayılı sualları mətn əsasən tamamlayıb. X, Y, Z, T, K və L avtomobilləri 1-dən 6-ya kimi nömrələnərək 3 xüsusiyyət baxımından qiymətləndirilib və nəticələr aşağıdakı kimi göstərilib. Avtomobillərin təhlükəsizliyi, balı, rahatlığı, balı və yanacaq qənaəti balları bizə verilib. Qiymətləndirmə nəticələri ilə bağlı bizə aşağıdakılar məlumdur. X, Z, T avtomobillərinin təhlükəsizliyi balı yanacaq sərfiyyatından bir ədəd az olmalıdır. Yəni, burada verilən plusların sayı, burada verilən plusların sayından bir vahid az olarsa, deməli, həmin avtomobil X, Z, T avtomobillərindən birinə uyğun gəlir. Baxırıq ki, birinci avtomobil X, Z, T ola bilər. İkinci avtomobildə isə təhlükəsizlik balı yanacaq balından bir vahid az olmalıdır. Amma ikide əksinə verir. Deməli, ikinci avtomobil X, Z və T-dən heç birinə uyğun gəlmir. Həmçinin üçüncü avtomobilə də baxsaq, üçüncü avtomobildə də onların arasında bir vahidlik fərq yoxdur. Dördüncü avtomobildə artıq ola bilər ki, təhlükəsizlik balı yanacaq balından bir vahid azdır. Yəni artıq dördüncü avtomobil X, Z, T avtomobillərinə uyğun ola bilər. Həmçinin eyni qanuna uyğunluğu 5-ci avtomobil üçün də deyə bilərik. Çünki təhlükəsizlik balı yanacaq qənaətindən bir vahid azdır. Daha sonra K yanacağa qənaət baxımından birincidir. Yəni yanacağa qənaət balı ən çox olan K-dır. Baxırıq ki, avtomobillərin içərisində bu da yalnızca 3-cü avtomobilə uyğun gəlir. Növbətçi ilə yazılıb ki, yeni təhlükəsizlik və elin rahatlığı balları bir-birinə bərabərdir. Biz 2-ci və 6-cı avtomobilin hansı olduğunu tapa bilməmişik və hərflərə diqqətlə baxsaq, elə biri 2-ci, bir də 6-cı avtomobil olmalıdır Y və L-dən. Ona görə də baxırıq ki, yeni təhlükəsizlik balı ilə elin rahatlığı balları bir-birinə bərabərdirsə, o zaman 2-ci avtomobil olsun Y, 6-cı avtomobil olsun L. Yəni, yeni təhlükəsizlik balı da 3-dür, elin rahatlığı balı da 3-dür. Bunlar bir-birlərinə bərabərdirlər. Və sonuncu cümlədə yazıb ki, T-nin rahatlığı balı 4-dür. T-nin rahatlığı balı 4-dürsə, o zaman T 5-ci avtomobilə uyğun olmalıdır. Və T-nin 5-ci avtomobil olduğunu tapırıqsa, digərlərini buradan silə bilərik. Biz buradan Y, K, T, L avtomobillərini dəqiqliklə tapdıq, amma X və Z avtomobillərini isə ehtimal olaraq tapmışıq. Ya 1, ya 4 ola bilər. 74-cü sualın şərtində yazıb ki, bu məlumata görə aşağıdakılardan hansını tapmaq mümkün deyil. Ən qənaətçil avtomobili. Ən qənaətçil avtomobili tapmaq üçün baxırıq ki, təbii ki, yanacaq qənaətindən burada söhbət gedir. Yanacaq qənaəti ən az avtomobil Y-dir. Bunu tapmağımız mümkündür. B variantda qeyd olunub ki, ən rahat avtomobili, rahatlıq balı ən yüksək olanı tapmağımız yenə mümkündür. C variantda yazılıb ki, ən təhlükəli avtomobil. Ən təhlükəli avtomobil təhlükəsizlik balı ən aşağı olan avtomobildir. Həmçinin bunu da tapmağımız mümkündür. D variantda yazılıb ki, Z-in rahatlıq balı. Biz Z-in rahatlıq balını heç vaxt tapa bilmərik. Çünki Z-in özünün hansı avtomobil olduğunu tapa bilməmişik. Ehtimal olaraq ya 1-ci avtomobil, ya 4-cü avtomobil ola bilər. Ona görə burada düzgün cavabımız olacaq D variantı. 75-ci sualda yazılıb ki, hansı avtomobilin ümumi balı ən yüksəkdir?
Ümumi bal dedikdə gördüyümüz bütün plusların cəmi nəzərdə tutulur. Məsələn, birinci avtomobilin ümumi balını hesablasaq, təhlükəsizlik balı 3-dür, rahatlıq balı 2-dir, yanacaq qənaəti balı 4-dür. Cəm balları bərabər olacaq 9-a. Daha sonra ikinci avtomobilin cəm ümumi balı bərabər olacaq 7-yə. Üçüncü avtomobilin ümumi balı bərabər olacaq 10-a, yəni bütün plusların sayı. Dördüncü avtomobilin yanacaq, daha doğrusu bütün cəm balı bərabər olacaq 8-ə. Beşinci avtomobilin ümumi balı bərabər olacaq 11-ə və 6-cı avtomobilin ümumi balı bərabər olacaq 7-yə. Deməli, avtomobillərin ümumi balı ən yüksək olan avtomobil 11 ilə T olacaq. Düzgün cavab variantı D-dir. Və 76-cı sualda yazılıb ki, elin ümumi balı neçədir? Elin ümumi balı 7-yə bərabərdir. Düzgün cavab variantımız olacaq A variantı. Həmçinin 77-ci sualda yazılıb avtomobillər haqqında aşağıdakılardan hansı mütləq doğrudur? Y-nin rahatlıq balı 3-dür. Biz baxırıq ki, Y avtomobili ikinci avtomobildir və həqiqətən də rahatlıq balı 3-dürmü? Xeyr. Artıq A variantı yanlışdır. B variantı yazılıb ki, ən təhlükəsiz avtomobillərdən biri X-dir. Biz baxırıq ki, avtomobillərdən təhlükəsizlik balına görə ən yüksək olan avtomobil birinci, ikinci, üçüncü və beşinci avtomobildir. Ən təhlükəsiz avtomobillərdən birinin X olmasına dair əlimizdə tam dəqiq məlumat yoxdur. Çünki biz tam dəqiq bilmirik. X birinci avtomobildir və ya dördüncü avtomobildir. Ehtimal var ki, ola bilsin X ümumiyyətlə dördüncü avtomobildir və artıq onun təhlükəsizlik balı ilə bağlı əlimizdə tam dəqiq məlumat yoxdur. Ehtimal olaraq bu 3 rəqəmi də ola bilər, 2 rəqəmi də ola bilər. C variantda qeyd olunub ki, Y və X bərabər yanacaq sərfiyyatına malikdir. Baxırıq ki, bizim əlimizdə yenə X-in ümumi balları və yaxud yanacaq sərfiyyatının balı olmadığına görə biz onun X-lə bərabər olub olmadığını və yaxud Y-in X-lə bir-birinə bərabər olub olmadığı haqqında məlumat olmadığına görə mütləq doğru variant kimi götürə bilmərik. D variantında yazılıb ki, T-nin rahatlıq balı Y-dən 2 ədəd çoxdur. T-nin rahatlıq balının 4 olduğunu bilirik, Y-nin rahatlıq balının 2 olduğunu bilirik. Həqiqətən də T-nin rahatlıq balı Y-nin rahatlıq balından 2 ədəd çoxdur. Deməli, düzgün cavab variantımız olacaq D variantı. 78-ci sualla yazılıb hərflərin sırası pozulmuş 5 söz düzəldərək fərqli olanı tapın. A variantındakı söz kətil sözüdür. B variantındakı söz stol sözüdür. D variantındakı söz şkaf sözüdür. Y variantındakı söz stol sözüdür. Amma C variantındakı söz isə eynək söz olduğuna görə şeylərindən fərqlənir. 79-cu sual deformasiyaya uğramış şəkillər arasında qanunluluğu tapmalıyıq. Çıxan xəttlərin sayını yazsaq, F-dən 1 xətt, D-dən 4 xətt, Y-dən 2 xətt, B-dən 3 xətt, A-dan 3 xətt, C-dən də 3 xətt çıxır. Həmçinin eyni şeyləri buraya yazsaq, 1, 4, 2, 3, 3 və 3. Buradan nəyləri düzgün tapa bilərik? Məsələn, F-dən 1 xətt çıxdığına görə artıq F-in 1 olduğunu tapa bilirik. Daha sonra D-nin 4 olduğunu tapa bilərik. 4 birləşir. Bizim əlimizdə zaten birində 2 var. Bunun da Y olduğunu tapa bilərik. Demək, X-in qiyməti Y-yə bərabərdir. D variantı və C variantını çıxarıq. Başqa olaraq nəyi tapa bilərik? Artıq gəlin 3-lərin yanında birləşdiyi fiqurun nə qədər xətt çıxdığını da yazaq. Məsələn, Y-dən 2 dənə xətt çıxıb, amma o birləşib 4-ə və 3-ə. B-dən 3 dənə xətt çıxıb, o birləşib 4-ə, 3-ə, 3-ə. A birləşib 3-ə, 3-ə, 2-yə. C birləşib 3-ə, 3-ə və 4-ə. Artıq bu rəqəmlərdən bir-birindən fərqli olanlar var deyə rahat şəkildə tapa bilərik. Y birləşib 2-yə, 3-ə və 3-ə. Bizim əlimizdə 2, 3, 3 olan bir dənə ehtimal var. Bu da A hərfidir. Deməli, Y-in qiyməti A-ya bərabərdir. Düzgün cavabımız olacaq Y və A. Bu da olacaq B variantı. 80-ci sualda biz baxırıq ki, 2765-dən 911 almaq üçün 2 və 7-nin cəmi bizə 9 verir. 6 ilə də 5-in cəmi bizə 11 verir.
4 ilə 9-un cəmi bizə 13 verir. 1 ilə 5-in cəmi bizə 6 verir. Yəni düzgün cavab variantımız olacaq A variantı. Növbəti 81-ci suala baxaq. 81-ci sualda yazılıb ki, 6 və 8-dən 14 və 48 almaq üçün bir dəfə cəmlərini hesablayaraq, bir dəfə hasillərini hesablayaraq. Kifayət qədər asan bir sualdır. Qiymətini hesablamaq üçün 7 və 3-ün cəmini hesablayaraq 10. B-nin də qiymətini tapmaq üçün 7 və 3-ün hasilini hesablayaraq, bu da bizə verəcək 21. 21 və onun fərqi olacaq 11. Daha sonra 82-ci sualda yazılıb, kubun M, N, K, L, F və P hərfləri ilə işarələnmiş üzərində 1-dən 6-ya qədər rəqəmlər yazılıb. Kub atılan zaman müxtəlif nəticələr alınır. M-in nəticəsini göstərən ədəd, N-in nəticəsini göstərən ədəddən 2 dəfə çoxdur. Biz də fikirləşirik ki, kubun 6 üzü var. Və burada verilən rəqəmlər, hər üzündə verilən rəqəmlər bizə məlumdur. M-in nəticəsini göstərən ədəd, N-in nəticəsini göstərən ədəddən 2 dəfə çoxdursa, bu artıq 2, 4 və 6 ola bilər. Tam dəqiq bilmədiyimizə görə gəlin cümlənin ardına oxuyaq və növbəti olaraq növbəti cümlələrdə düzgün nəticəni tapa bilərik. M-in nəticəsini göstərilən ədəd K-nın nəticəsini göstərilən ədəddən 3 dəfə böyükdür. Deməli, M elə bir ədəd olmalıdır ki, həm 2-yə bölünsün, həm də 3-ə bölünsün. Nəticə olaraq çıxarıq ki, M-in qiyməti 6-dır. M-in qiymətini göstərilən ədəd N-in nəticəsini göstərilən ədəddən 2 dəfə böyükdürsə, o zaman N-in qiyməti olacaq 3. K-nın nəticəsini göstərilən ədəddən 3 dəfə böyükdürsə, o zaman K-nın qiyməti olacaq 2. Və sonda yazılıb ki, L-in nəticəsini göstərilən ədəd F-in nəticəsini göstərən ədəddən 4 dəfə böyükdür. Biz artıq baxırıq ki, biz 2-dən, 3-dən, 6-dan istifadə eləmişik. Yerdə qalan ədədlərdən biri digərindən 4 dəfə böyük olan yalnızca 1 və 4-dür. L-in nəticəsini göstərən ədəd 4-ə bərabər olsun. F-in nəticəsini göstərilən ədəd 1-ə bərabər olsun. Həqiqətində 4 1-dən 4 dəfə böyükdür. P-nin nəticəsini göstərən ədədi tapın. Yerdə bir yana qalacaq 5. Deməli, P-nin nəticəsini göstərən ədəd olacaq C variantı. 83-cü sualda yazılıb ki, işə götürən firma 40 nəfər yeni işçi götürdü. Hal-hazırda firmada X sayda insan var. 40 nəfər yeni işçi götürdü. Əgər bunun əvəzinə firma 40 nəfər işçi azad eləsəydi, firmada indikindən 6 dəfə az işçi olardı. Burada düzgün tənliyi bu şəkildə yaza bilərik. 40 nəfər işçi əlavə eləyəndən sonra alınan rəqəm, əgər 40 nəfər işçi azad eləsəydi, həmin vaxtda alınan rəqəmdən 6 dəfə böyük olmalıydı. Deməli, biz əlimizdə olan kiçik hissəni 6-ya vurub, böyük hissəni tapmalıyıq. Və buradan da x-in qiymətini hesablamalıyıq. X üstəgəl 40 bərabərdir. 6x çıxılsın 240 və digər tərəfdən baxırıq ki, 280 bərabər olacaq 5x-ə, x-in də qiyməti bərabərdir 56-ya. Yəni düzgün cavabımız olacaq B variantı. Daha sonra 84-cü sualda hesab əməllərini oxumağa düzgün cavabı tapmalıyıq. AD-nin cəmi 8-dir, B-nin cəmi 13-dür, C-nin cəmi 12-dir. Biz ümumiyyətlə toplama əməliyyatında bilirik ki, ən sağda olan tərəfdən başlayırıq. C ilə F-i topladığımız zaman 12 alırıq. O zaman 2 yazarıq, 1 yadda qalır. B və Y-nin cəmi 13-ə bərabərdir. 13 üzərinə həmin yadda qalan 1-i gəlsə, alırıq 14. 4 yazarıq, yenə 1 yadda qalar. Sonda A ilə D-nin cəmi 8-ə bərabərdir. 8 üzərinə yadda qalan 1-i gəldiyimiz zaman alırıq 9. Düzgün cavab da bərabərdir 942. 85-ci sualda operator işarəsindən sol tərəfə, operator işarəsindən sol tərəfə bərabər edirik. Yəni 2A üstəgəl 1 bərabərdir 37-yə, 2A bərabərdir 36-ya, A-nın qiyməti bərabərdir 18-ə. Həmçinin sağ tərəflərini də bir-birinə bərabər edirik. 3B çıxılsın 2 bərabərdir 28-ə, 3B bərabərdir 30-a,
B-nin də qiyməti bərabərli ona. A-nın qiyməti 18-dir, B-nin qiyməti 10-dur. A kvadrat, yəni 18-in kvadratından 10-un kvadratını silib üzərinə 5 gəldiyimiz zaman düzgün cavab taparıq ki, 229-a bərabərdir. Daha sonra 86-cı sual. Şərtdə qeyd olunub ki, verilmiş hansı iki sözün hərflərinin hər birindən yalnız bir dəfə istifadə etməklə yeni söz yaratmaq olar. Biz burada artıq uyğun olaraq düzgün cavabı Y variantı üçün götürə bilərik. Bol və şan sözlərindən şablon sözlərinə gəlir. Sadəcə olaraq hərflər qarışıq şəkildə verilib, biz onlardan bir dənə düzgün söz düzəltməliyik. 87-ci sualdan 13 və 27-dən 0 alınır, 13 və 46-dan 45 alınır və s. Baxırıq ki, 13 və 46-dan 45 almaq üçün 13 ilə 46-nın cəmi bərabərdir 59-a, 59-un rəqəmlərinin hasili bərabər olacaq 45-ə. Deməli, ədədləri bütöv şəkildə toplayırıq, aldığımız ədədin rəqəmlərinin hasilini yazırıq. Sual sayəsini tapmalıyıq 15 ilə 46-dan, bunların cəmi bərabərdir 61-ə, 61-in rəqəmlərinin hasili bərabər olacaq 6-ya. 88-ci məsələdə yazılıb ki, Rəhimlə Rüfətin hər biri bərabər ölçülü, düzbucaqlı formalı vərəqi əllərində tutublar. Gəlin bunu daha geniş bir yerdə göstərək. Deməli, bizim əlimizdə düzbucaqlı formalı vərəq var. Yazılıb Rüfət bu düzbucağın 4 tərəfindən 3-ünü toplayıb 20 sm alır. Digəri isə eyni işi icra edərək 22 sm alır. Həmin düzbucağın sahəsi nəyə bərabərdir? Yazıram bu hissələrə A, uzunluğuna da yazıram B. Deməli, Rəhim 3 tərəfi toplayır. Məsələn, fərz eləyək ki, birinci tərəf, ikinci tərəf və üçüncü tərəf. Rəhim bu hissələri toplayır. A, üstəgəl B, üstəgəl A. Buradan alır, cəm 20 sm bərabərdir. Rüfət də başqa bir hissələri toplayır, 22 sm alır. O zaman Rüfət də toplasın B, A, B hissəsi. Yazaq o zaman. B üstəgəl B, üstəgəl A bərabərdir 22 sm. Bunları fərqli götürməyimizdə əsas məqsəd odur ki, əgər uzunluqları eyni götürsək, alacağımız cəmlər də bir-birinə bərabər olmalıydı. Yəni, hər ikisi ya 20 sm almalıydı ümumi cəmi, ya da 22 sm. Amma bir-birindən fərqli alıblarsa, deməli uzunluqları fərqli götürürlər. Ona görə də biz də müxtəlif işarələrdən istifadə edərək həmin cəmləri yaza bilərik. Əlimizdə belə bir tənlik əmələ gəlir. Bu tənlikləri sadələşdirsək alırıq. 2A üstəgəl B bərabərdir 20-yə, 2B üstəgəl A bərabərdir 22-yə. Tərəf-tərəfə toplasaq alırıq. 3A üstəgəl 3B bərabərdir 42-yə. A ilə B-nin cəmi bərabər olacaq. Hər tərəfi 3-ə bölsək, cəm 14-ə bərabərdir. Deməli, düzbucağının uzunluğu ilə eninin cəmi 14-ə bərabərdir. Həm düzbucağının sahəsi bizdən tələb olunur. Yəni, AB. Əvəzləmə apara bilərik yenidən. Məsələn, biz bilirik ki, yuxarıda verilən 2A üstəgəl B bərabərdir 20-dir. A ilə B-nin qiymətinin 14-ə bərabər olduğunu biliriksə, bu həmin ifadədən B-nin qiymətini tapa bilərik. B bərabərdir 14 çıxılsın A. Tapdığımız B-nin qiymətini gətirib ifadələrdən hər hansınızsa birində yerinə qoya bilərik. O zaman yazıram 2A üstəgəl B-nin qiyməti bərabərdir 14 çıxılsın A-ya. Cavab da bərabərdir 20-yə. A üstəgəl 14 bərabərdir 20-yə. A-nın qiyməti bərabərdir 6-ya. Deməli, düzbucaqlığını tapırıq ki, bir tərəfi 6-ya bərabərdir. Digər tərəfini tapmaq üçün aldığımız 6-nı gətirib tam da baxın bu ifadədə yerinə qoyuruq. 6-nın üzərinə B-nin qiymətini gələndə 14 alırıq. Deməli, B-nin qiyməti nəyə bərabər olacaq? B-nin də qiyməti bərabərdir 8-ə. A-nın qiyməti 6-dır, B-nin qiyməti 8-dir. Hasil nəyə bərabər olacaq? 48-ə. Sonra davam edək sudoku ilə. Deməli, sudoku verilib. Nisbətən böyük bir sudokudur. Amma nəzərə almaq ki, bunun cavabının tapılması çox rahatdır. Sual işarəsinin qiymətini tapmaq üçün biz bir sudokunu bilirik ki, həll eləmək üçün müəyyən bir hissədən başlamalıyıq. Amma variantlarla işləyə bilərik. Biz bilirik ki, sual işarəsindən
sağda və aşağıda olanlar təkrarlana bilməz. Deməli, sual işarəsinin yerinə heç vaxt 1, 6, 9 yaza bilmərik. Variantlarda 1 varsa silirik. Həmçinin sual işarəsinin yerinə heç vaxt 5 yaza bilmərik. Həmçinin 2 yaza bilmərik. Həmçinin 4 yaza bilmərik. Çünki bunları yazsaq müəyyən təkrarlama baş verəcək. Ona görə də düzgün cavab variantımız hansı olacaq? Yanlışsız Y variantı. Gələk 90-cı suala. Yazılıb cədvəldə bir ailənin bir ay ərzindəki xərcləri və bu xərclərin faiz göstəricisi əks olunur. Aylıq ümumi xərc 800 manat olduğu halda qida almaq üçün sərf olunan xərc 20% endirilsə, il ərzində neçə manat qənaət eləmək olar? Ümumi aylıq xərcimiz bərabərlik 800 manat. Bunun hal-hazırda 25% qida xərcidirsə, gəlin baxaq görək neçə manatı qida xərcidir. 800-ün 25%-ni tapmaq üçün hesablasaq görərik ki, olacaq 200 manat qida xərcimiz. İndi qeyd olunur ki, bu xərc 20% endirilsin. Gəlin bir dəfə də baxaq, 800-ün 20% nəyə bərabərdir? Yəni 20% verilsə biz nə qədər, neçə manat pul xərcləyirik qidaya? Bunu da hesablayanda tapırıq ki, 160 manat olur. Yəni bizim qidaya hal-hazırdakı xərcimiz 200 manatdır, amma endirsək olacaq 160 manat. Yəni biz 40 manat qənaət eləyərik. Sonda bizə şərt edilir ki, il ərzində neçə manat qənaət eləmək olar? Bir aya 40 manat qənaət eləyiriksə, bir ildə biz bilirik ki, 12 ay var. O zaman bir ildə də qənaəti tapmaq üçün 12-ni vurarıq həmin o 40-a. Cavabı taparıq ki, 480 manat qənaət eləmiş olarıq. Yəni, düzgün cavabımız olar D variantı. 91-ci sual şəkillərin ardıcılığı ilə bağlı bir sualdır. Burada müəyyən işarələri sadəcə olaraq izləməliyik. Məsələn, baxaq, 3 buzaq, bir addım keçir sol tərəfə. Yenidən bir addım sola keçsə, bu qaranın altında olduğuna görə görünməz. Növbəti olaraq yenidən bir addım sola keçsə, yenə qaranın altındadır, görünməz. Növbəti şəkil üçün artıq bir addım sağa gəlməlidir. Deməli, 3 bucaq haradasa bir buralarda yerləşməlidir. Baxırıq ki, C variantı yanlışdır. A, B, D düzgün cavab kimi ola bilər. Daha sonra məsələn baxaq, içində plus işarəsi olanı. Bir addım sağa gəlib yerləşib burada. Yenidən bir addım gəlir. Yenidən bir addım gəlir. Daha sonra bir addım yerləşsə bu qaranın altında olacaq. Biz onu görmərik. Bir addımla növbəti şəkil üçün hərəkət etsə tam da burada olmalıdır. Deməli, plus işarəsi bizim görmədiyimiz bir yerdə olmalıdır. B variantını silərik, D variantını da silərik. Qaldıq yeni və A-nın arasında. Gəlin ağ dairəyə baxaq. Birinci şəkildə ağ dairə yoxdur. Yəqin ki, qaranın altında deyə biz görə bilmirik. İkinci şəkildə baxırıq ki, bir addım aşağı sürüşdü. Yenidən bir addım sol tərəfə. Bu ağ dairə sol tərəfə gələndən sonra qaldı burada. Bir addım yenidən sol tərəfə qalxsa, tam da bu hissədə yerləşməlidir. Və o hissədə yerləşsə, A variantını birbaşa olaraq silərik. Düzgün cavabımız olacaq Y variantı. 92-ci sualda yazılıb ki, dərman, farmakoterapiya, yəni dərmanlarla müalicə adlanır farmakoterapiya, daşlarla müalicə də adlanacaq stanoterapiya. Yəni düzgün cavabımız olacaq D variantı. Gələk növbəti olaraq 93-94 sayılı suallara. Bizə cədvəl verilir. Cədvəldə bir müəssisədə işləyən qadınların və kişilərin boy uzunluğuna görə paylanması təsvir edilir. 93-cü sualda yazılıb işçi kişilərin neçə faizi 1,71-1,80 sm boyundadır. O zaman baxaq burada işçi kişilərin ümumi sayları nəyə bərabərdir? Ümumi sayları tapmaq üçün bunların hamısının cəmini tapmalıyıq. Yəni 40 üstəgəl 60, üstəgəl 80, üstəgəl 70. Bunların cəmi bizə verəcək ümumi olaraq 250. Yəni, işçi kişilərin ümumi sayları bərabərdir 250-yə. Bəs bunların neçə faizi 171-180 sm boyundadır? 171-180 sm boyunda kişilərin sayı 80-dir. O zaman tapmalıyıq ki, 250-nin neçə faizi, yəni yüzdə neçəsi 80-ə bərabərdir. Və buradan x-in qiymətinə taparıq ki, 32 faizi artıq 80-ə bərabərdir. Yəni, düzgün cavab variantımız olar D variantı.
94-cü sualda da yazılıb ki, işçi qadınların neçə faizi 170 və 170-dən aşağıdır. Yenidən biz işçi qadınların o zaman yenə bütövlükdə sayını tapmalıyıq. İşçi qadınların sayı tapmaq üçün də yazarıq 80, 60, 50 və 10. Cəmləri bərabər olacaq 200-ə. İndi tapmalıyıq ki, bu 200-ün neçə faizi 170 və 170-dən aşağıdır. 170 və 170-dən aşağı nəzərdə tutulursa, o zaman biz sadəcə olaraq bunların ikisini götürərik. Yəni 60-dan 80-in cəmi. Yəni 140. İndi tapmalıyıq ki, 140 ədədi 200-ün neçə faizidir? Bunu da bu şəkildə təminlə yazsaq, x-in qiymətini taparıq ki, 70-ə bərabərdir. Düzgün cavabımız olacaq C variantı. Növbəti baxaq 96-cı sualına. Yazılıb ki, yarışmanın nəticəsinə görə A, B, C, D, E 1-5-ci yerləri tutublar. Buna uyğun cədvəl qurduq və cədvəldəki məlumatları qeyd edirik. A və D qalib deyirlər, deməli birinci yerləri tuta bilməzlər. B və C tək nömrəli yerləri tutmayıblar. Deməli B və C nə 1, nə 3, nə də 5-ci yerləri tuta bilməzlər. B və Y qonşu yerləri tutublar. Hələ ki bu cümləni ötürərik. C isə D-dən yaxşı nəticə göstərir. Bir ümumiyyətlə cədvələ baxsaq, buradan görərik ki, artıq birinci yeri Y tutub. Birinci yeri Y tutubsa və bizim əlimizdə belə bir cümlə var ki, B ilə Y qonşu yerləri tutublar. O zaman B ikinci yeri tutmalıdır ki, Y ilə qonşu olsun. İkinci yeri tapdığımıza görə sonda yazılıb ki, C D-dən yaxşı nəticə göstərib. Biz C-nin nəticəsini sətir üzrə sonsuz minus işarələrinə baxsaq, görürük ki, C-nin nəticəsi 4-dür və C-nin 4 nəticəsi D-dən daha yaxşıdırsa, D o zaman 5-ci yer tutmalıdır. D 5-ci yer tutarsa, onda biz A-nın nəticəsində görürük ki, A 3-cü yeri tutur. A və C-nin tutduğu yerləri müəyyənləşdirin. A 3, C 4-cü yerlər tutmalıdır. Uyğun olaraq cavab olacaq 3 və 4. 97-ci sualda yazılıb ki, sual şərhəsinin yerinə düzgün cavabı tapın. 5-dən 24 almışıq, 3-dən 80 və s. 5-dən 24 almaq üçün biz bilirik ki, 5-in kvadratından 1 çıxarıq. Amma 3-ün kvadratından 1 çıxanda 80 almırıq. Deməli, burada çöldə təsvir olunan fiqurlarla bağlı hər hansısa bir uyğunluq var. 5-in çölündəki fiqur 3 bucaqdır. Həmin 3 bucağın təpə nöqtələrindən 1 çıxmışıq, almışıq 2. Həmin 2-ni yazmışıq 5-in üzərində. Daha sonra alınan cavabdan 1 çıxmışıq. Almışıq 24. Və yaxud burada 3-ün təpə nöqtələri 5-dir. Həmin təpə nöqtələrinin sayından 1 çıxarıq. 3-ün üzərində yazarıq. Alınan ümumi cavabdan 1 çıxarıq. 3 üstü 4 bizə 81 verir. 81-dən 1 çıxdığımız zaman cavab alırıq 80. 6-nın üzərində yazmalıyıq təpə nöqtələrindən 1 çıxarıq. Təpə nöqtəsi 4-dür. 4-dən 1 yazarıq 3. Alınır 6-nın kubu. 6-nın kubu 216-dır. 1 çıxanda alırıq 215. Və sual şərhəsində düzgün cavabı tapmaq üçün 2-nin üzərində təpə nöqtələrinin sayından bir vahid azını yazmalıyıq. Təpə nöqtələri 7-dir. Bir vahid az yazarıq 6. Alınan cavabda 2 üstü 6 çıxılsın 1 olacaq. 2 üstü 6 64-ə bərabərdir. 64-dən 1 çıxsaq düzgün cavab alarıq 63. 98-ci sualda qanunuyğunluğu müəyyən etməliyik və sual işarəsi əvəzinə uyğun cavabı yazmalıyıq. Deməli, biz burada qanunuyğunluğa əsasən yerinə rəqəm qoysaq, daha sürətli şəkildə düzgün cavabı tapa bilərik. Amma bircə burada diqqətli yetirməli olduğumuz məqam odur ki, x, y-in qiyməti z-nin qiymətindən daha böyük olmalıdır. Ona görə gəlin A-ya daha yüksək qiymət verək, B-yə nisbətən daha kiçik qiymət verək. Məsələn, A-ya yüksək qiymət olaraq verə bilərik 4 qiyməti. A-ya 4 qiyməti versək, x, y-in qiymətini tapmaq üçün bilirik ki, 8 ilə 4-ün hasilini bir-birinə vurub üzərinə 3 gəlməliyik. 8 vurur 32, üzərindən qalığı, yəni 3-ü gələndə x, y-in qiymətini tapırıq 35-ə bərabərdir. Digər tərəfdən z-ni tapmaq üçün 8 ilə b-nin hasilinin üzərinə 5 gəlməliyik. O zaman gəlin b-yə 1 qiyməti verək. 8 ilə 1-in hasili 8 üzərinə 5 gələndə alırıq 13. Sualda yazılıb ki, x, y, yəni 35 çıxılsın 13 bölünsün 8. 35-dən 13 çıxanda cavab alırıq 22.
22-ni 8-ə böləndə alınan qalıq lazımdır. Cavab alınır 2. Qalığımız da bərabər olacaq 6-ya. Düzgün cavabımız bərabərdir 6-ya. 99-cu sualda biz sual işarəsinin yerinə yenə düzgün cavabı yazmalıyıq. 8 və 5-dir. Gəlib şərtli operatorda yoxlamalıyıq. Biz bilirik ki, 8 5-dən böyükdür. Deməli, birinci şərtimiz ödəyir. Birinci şərt ödəyirsə, burada həll eləməliyik. Yəni, 2 vurulsun 8, üstəgəl 5. Birinci mötərizənin cavabını buradan alarıq ki, 21-ə bərabərdir. İkinci tərəfdən gəlib baxırıq ki, ikinci operatorun qiyməti 7 operator 7-dir. Yəni, x və y-in qiyməti bir-birinə bərabərdirsə, o zaman burada yerinə qoyarıq. 7 vurulsun 7 bərabərdir 49-a. 21 operator 49-u həll eləmək üçün də artıq 3-cü dəfə gətirib şərtli operatorda yoxlamalıyıq. X-in qiyməti 21-dir, Y-in qiyməti 49-dur. Burada yerinə qoyduğumuz halda görürük ki, şərt ödəyir. X üstəgəl 2 Y-də həll eləsək, 21 üstəgəl 49 vurulsun 2, ümumi cavabımız bərabər olacaq 119-a. Və nəhayət olaraq 100-cü sualda qeyd olunur. İşçi 4 gün ərzində 90 ağac əkib. Əgər hər gün əvvəlki günə nisbətən 2 dəfə çox ağac əkibsə, ikinci və dördüncü gün cəmi neçə ağac əkib? Baxın, işçi 4 gün işləyib. Birinci gün x sayda ağac əkib. İkinci gün 2 dəfə çox, yəni 2x sayda ağac əkib. Üçüncü gün ikinci günə nisbətən yenə 2 dəfə çox. Yəni 2x-dən 2 dəfə artıq alarıq 4x sayda ağac əkib və dördüncü gün yenə özündən əvvəlki günə nisbətən, yəni üçüncü günə nisbətən 2 dəfə çox ağac əkib. Yəni 8x sayda ağac əkib. 4 gün ərzində cəm olaraq 90 ağac əkib. Yəni x üstəgəl 2x üstəgəl 4x üstəgəl 8x bərabər olacaq 90. Bunları da ümumilikdə hesablasaq, cəmləri bərabər olacaq 15-ə. 15x 90-a bərabərsə, x-in qiyməti bərabərdir 6-ya. Gətirib onu da yerinə qoyaq. Bizi deyir ki, ikinci və dördüncü gün. X-in qiyməti 6 ilə birinci gün 6 ağac əkib, ikinci gün 12 ağac əkib, üçüncü gün 24 ağac əkib, dördüncü gün 48 ağac əkib. İkinci və dördüncü günlərin cəmi bərabərdir. İkinci gün 12 ağac, dördüncü gün 48 ağac. Bunlar da cəmi olacaq 60-a bərabər.